Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayı vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, hörmətli böyüklər, axsaqqallar, dəyərli cəmaat. Aləmlərin Rəbbi olan Allaha sonsuz həmdü sənalar olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, sahabələrinə, əhli beytinə və qiyamət gününə dək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həqiqətən də sözlərin ən doğrusu uca Allahın kəlamıdır. Yolların ən xeyirlisi isə Muhammed sallallahu aleyhi və səlləmin yoludur. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm nə qədər xeyir, fayda varsa onu bizlərə öyrədib, çatdırıb, sonra bu dünyadan köçüb vəfat edib. Hansı sözlərdə, hansı əməllərdə xeyirlər, faydalar, yaxşılıqlar varsa, ən doğru, ən düzgün əqidə, iman, ibadət hansıdırsa, onu bizə çatdırıb, təbliğ edib, sonra bu dünyadan köçüb. Eləcə də hansı sözdə, hansı əməldə şər, haram, batil varsa, hansı sözləri danışmaq günahdır, hansı işləri görmək xatadır, olmaz, onu bizlərə çatdırıb, təbliğ edib, bəyan edib, sonra bu dünyadan köçüb, Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm vida həccində 3 dəfə səhabələrinə, orada toplanan insanlara müraciət edərək deyir ki, sizə çatdırıb bu risaləti təbliğ edib, bəyan etdimmi? Onlar deyirlər ki, bəli ya Resulallah, bizə çatdırıb, bəyan edib, təbliğ etdin. İkinci dəfə soruşur, sizə bu risaləti, mənim mükəlləf olduğum, sizə söyləməklə, təbliğ etməklə əmr olunduğum dini çatdırıb, təbliğ edib, bəyan etdinmi? Onlar deyirlər ki, ya Resulallah, sən mükəlləf olduğun, bizə təbliğ edib, çatdırıb, öyrətməklə əmr olunduğun dini bizə söylədin, bəyan edib çatdırdın. Üçüncü dəfə Allah Resulü sallallahu aleyhi və səlləm insanlara müraciət etdikdən sonra deyir, Allahümmə şəhəd, Allahümmə şəhəd, Allahümmə şəhəd. Allahım şahid ol, Allahım şahid ol, Allahım şahid ol. Barmağını qaldırır və başını səmaya yüksəldir. Bu şəkildə Allah subhanahu və teala'ya dua edir. Bəlləqtul risalə, risaleti çatdırdım və əddeytul əmanətə və əmanətə riayət etdim və nəsahtul ümmətə, ümmətə nəsiyyət edib onlara söylədim. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin bizlərə öyrədib təbliğ etdiyi kəlamlarından, gözəl nəsiyyətlərindən biri də az sonra sizlərə oxuyacağım hədisdə cəm olub toplanmışdır. O qədər qiymətli, o qədər dəyərli hədisdir ki, həmən hər dərsdə bunu eşidib xatırlayırıq. Hər kitabda, hər elmi məqalədə bu hədis var. Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləmin əmisinin oğlu Abdullah ibn Abbasdan rəvayət olunur bu hədis. O Abdullah ibn Abbas ki, bu ümmətin alimi sayılır. Habrul ümmə, ümmətin alimi. Səhabələrin tanınmaq üçün adları var idi. Məsələn, Əbu Bakr Əs-Siddiq idi. Ömər ibn-Xattab Əl-Faruq idi. Ali ibn Əbi Talib Əl-Murtada idi. Bu şəkildə tanınırdılar. Talhəyə yer üzərində gəzən şəhid deyirdi Allah Nəbisi sallallahu aleyhi və səlləm. Zübeyrə sahibu sir, yəni sirrin sahibi deyirdi. Abu Hureyra'ya hədisi ən yaxşı bilən, özü üçün dua etdiyi şəxs deyirdi. Abdullah ibn Abbasın ləqəbi isə bu ümmətin alimi idi. Allah Resulü sallallahu aleyhi və səlləmdən mindən çox hədis rəvayət etmişdi.
1660 hədis Abdullah ibn Abbasdan gəlib hədis alimlərinə çatmışdır. Allah Resulü sallallahu aleyhi və səlləm onun üçün dua edib. Əlbəttə onun bu elmə, bu məqama çatmağında ən başa səbəb Allah Nəbisi sallallahu aleyhi və səlləmin duasıydı. Günlərin bir günü o təharət edərkən görür ki, Abdullah ibn Abbas əlində qabda su gətirir ki, Allah Resulü sallallahu aleyhi və səlləm su ilə təmizlənsin. Bu vaxt onun bu gözəl əməlinin müqabilində Allah Nəbisi sallallahu aleyhi və səlləm Allaha dua edib deyir ki, Allahümmə fəqqihhu fid-din və allimhu tə'vil. Ey təfsir. Allahım onu dində alim fəqih et, ona Qur'anın tə'vilini, yəni izahını öyrət. Allah Nəbisi sallallahu aleyhi və səlləm onun üçün turcumanul Qur'an, yəni Qur'anın izahını bilən deyirdi. Hələm Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndə hələ həddi buluğ çatmamışdı. Həddi buluğ yaşına çatmamışdı Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndə. Bu qədər yaşının az olmağı, amma elmə həris olmağına mane deyildi. Böyük bir elm tələb etmişdi. Onun rəvayət etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm deyəcək, İğtənim xamsən qablə xamsin. 5 şey gəlməmişdən qabaq, 5 şeyin qədrin, qiymətin bil. Mütləq bu 5 şey gələcək, baş verəcək. Bu 5 şey gəlməmişdən qabaq da bu 5 şey var. Onların qədrin, qiymətin, dəyərin bil. Ən birinci, məşğul edici işlər gəlməmişdən qabaq boş vaxtının qədrin bil. Demək ki, hardasa başımıza məşğul edici işlər gələcək. Nə ilənsə məşğul olacaq? Ruzi qazanmaqla, ailə uşaqla, xəstəliklə və s. Ona görə nə qədər boş var, vaxt var onun qədrini bilmək ki, insan qiyamət günü vaxtını haraya sərf etdiyindən sorğu-sual olunmadıqca ayaqları yerindən dəbərməyəcəkdir. Vaxtımızı Allahın sevdiyi, razı qaldığı işlərə sərf etmək, onun sevdiyi, razı qaldığı sözlər danışmaq. Əlbəttə, insanın vaxtını sərf etdiyi ən böyük dəyərlərdən biri də elm öyrənmək, elm məclislərində iştirak etmək, ailəsi ilə, övladları ilə vaxt keçirmək, əməl-i salih insanlarla bərabər olmaq, məscidlərə, cəmaat namazlarına gəlib getmək. Birinci bu, 5 şey gəlməmişdən qabaq, 5 şeyin qədrini bilmək, məşğul edici şeylər gəlməmişdən qabaq, vaxtın qədrini bilmək. İkinci, xəstəlik gəlməmişdən qabaq sağlamlığın qədrini bilmək. İndi Allah həmd olsun biz sağıq, sağlamıq. Canımız yerindədir, gözümüz yaxşı görür, qulağımız yaxşı eşidir, cümrahıq. Amma xəstəlik gələcək. Haçansa Allah Teala bizə xəstəliklə sınağa imtihana çəkəcək. Ona görə də indidən bu sağlamlığımızın, canımızın qədrini bilmək lazımdır. Sağlamlığın, canın qədrin öz vaxtında biləndə xəstə olsam belə Allah Teala o sağlamlığın, qədrin, qiymətin bildiyinə görə sənə savab mükafat yazmağa davam edir. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, bir insan öz yaşadığı yerində olanda və canı, bədəni sağlam olanda namazları qılıb tam əda edirdisə, burada ratibə sünnələrdən gedir. Allah Teala o səfərdə olanda və ya xəstələnəndə onları qıla bilmir axı. Səfərdə ratibə sünnələr yoxdur. Xəstələnəndə ibadətlər əvvəl kimi eləyə bilmirsən, savabın, mükafatın sənə yazır. Ona görə ki, sağlam vaxtında bunları edirdin. Baxmayaraq ki, xəstələnmirsən, indi edə bilmirsən, amma mükafatı xeyri sənə gəlməyə davam edir. Dəyərli qardaşlar, bu can bizə əmanət olunmuş ən əzəmətli nemətlərdən biridir. Ona görə də Allahın sevdiyi, razı qaldığı işlərə sərf etmək. Ki, qiyamət günü insan sənə verdiyim canı, ömrü haraya sərf etdin, necə keçirdin, sorğu-sual olunmadıca ayaqları yerindən dəbərməyəcəkdir. Üçüncü, kasıbçılıq gəlməmişdən qabaq var dövlətin, zənginliyin qədrini bilmək. İnsanın başına kasıbçılıq gələ bilər, olacaq. Həmişə bolluq, həmişə var dövlət, pul olmayacaq ki, bunun bir azalan vaxtı da olacaq. Kasıbçılıq gələn dövr də olacaq. Ona görə nə qədər indi əlində imkan var, mal mülk var, onu Allahın sevdiyi, razı qaldığı işlərə sərf eləmək. Ki, sabah bir gün kasıblananda onların savabları, xeyri sənə gəlməyə davam etsin.
İnsan qiyamət günü malını haradan qazandın və haraya xərclədin sorğu-sual olunmadıqca ayaqları yerindən də verməyəcəkdir. Demək, təkcə malı qazanmağın halal olmağı kifayət eləmir. Gərək sərf elədiyin şey də halal olsun. Təkcə halalçılıqla qazanmaq kifayət eləmir. Gərək xərcladığın yerdə düzgün olsun, halal olsun. Bu zaman sənə xeyri faydası olacaqdır. Dördüncü, qardaşlarım, qədrin, qiymətin bilməmiz vacib olan qocalıq gəlməmişdən qabaq cavanlığımızın qədrini bilmək. Allah həmd olsun, burada əksər qardaşlar cavandır, cümrahdır. Amma bir gün başımıza bizim qocalıq gələcək. Yaşdaşacağıq. Bu canı, bu bədəni Allaha tövbəyə, Allahın sevdiyi, razı qaldığı işlərə sərf etmək ki, qocalanda halımız yaxşı olsun. İmam Taberi rahimehullah 100 ildən çox yaşayır. İmam Taberi hamımız tanıyırıq. Məşhur təfsir kitabının müəllifi. Onun üçün deyirlərmiş İmamul Mufassirin, təfsirçilərin imamı. 100-dən çox yaşı var imiş, amma əli, bədəni, ayağı cümrah, hamıdan cəld, hamıdan qıvraq, gözü hamıdan yaxşı görür, qulağı hamıdan yaxşı eşidir. Soruşurlar ki, ey imam, nətər oldu bu yaşda canın, bədənin sağlam qaldı? Neynədin gəncliyin dövründə? İmam Taberi rahimehullah deyir ki, mən gənclikdə Allahın mənə bəxş etmiş olduğu bu canı, bu üzvləri həsr edim Allaha. Elmə, dəvətə, əlimi, ayağımı, hamısın, haramlardan qorudum bu üzvlərimi. Allah da qoca vaxtımda onları mənə təp-təzə qaytardı. Yeni qaytardı. Bu əsrimizdə də gördük, dəyərli qardaşlarım. Bu ilin ərzində vəfat etmiş şeyxlərimiz, alimlərimiz, Şeyx Abdüləziz Əli Şeyx. Görürsünüz, xəstəxanada axır günlərində yatan zaman orada yanında radyonun işçisi, verilişi aparan sualları oxuyur. Şeyx o vəziyyətdə, son günlərində cihaza taxılmış vəziyyətdə suallara cavab verir. Allahu Ekber. Son günləridir, son saatlarıdır. Amma elmdən, əməldən, dəvətdən, insanlara hidayət etməkdən dayanmır. Orada canlı yayımda sualları oxuyur, qari. Şeyx də o vəziyyətdə artıq son saatlarıdır. Dəvətə, elmə, təbliğə devam edir. Şeyx Allamə Rabi' ibn Hadi Əl-Mədxəli, Allah ona rəhmət etsin. Onu gedib canlı-canlı görən şeyxlər, tələbələr danışırlar ki, şeyx bu yaşında kitabı açıqsız oxuyurdu. Namazda, qiyamda qiyam kimi dayanırdı, rükuya rükü kimi əyilirdi, rükudan qalxırdı, səcdəyə əyilib gedirdi və səcdədən qalxırdı. Heç kimdə köməklik eləmirdi. Niyə görə qardaşlarım? 90-dan çox yaş. Çünki cavanlığın olan hamısı elmə, Allaha dəvətə sərf etmişdir. Allah da onları bu dünyada ağılları, başları, əqidələri, mənhəcləri, canları güclü olduğu halda aldı. Bizlər də inşallah ki, belə olmadı. Sonuncu, qardaşlarım, ölüm gəlməmişdən qabaq həyatımızın qədrini bilmək. Nə qədər ki, sağıq, həyatdayıq, nə qədər ki, vaxt var, Allaha tövbə eləmək, salih əməllərə qayıtmaq, həyatımızın qədrini bilmək. O həyat ki, bir gün ölüm mələyi gələcək, Allah məni göndərib sənin canını almağa. Hazır olmaq lazımdır ona. Vaxtları çatan zaman uca Allah deyir, nə bir an gecikərlər, nə bir an onlara tələsərlər. Hazır olmaq. Ölüm mələyi gələndə ya dəstəmazlı halda olaq, ya əlimizdə kitab, Quran-ı Kərim oxuyan halda olaq, ya bir dərsə qulaq asan vaxtı, ya əməli salih qardaşlar da bir yerdə olan vaxtı, ya məsciddə camaz qılıb və ya namazda gözləyən zaman, ya qiyamda, ya rükuda, ya səcdədə. Bu halda olaq ki, Rəbbimizə də bu şəkildə qovuşaq. Amma Allah qorusun, cahil bir imanı zəif halda olsaq, nə bilim, lağlağı məclislərində, nə bilim, hansısa kimsə toydu, toyda bıçaqlanıb ölüb, hansısa məclis, halımız pis olacaq. Məlik ibn Dinar rahiməhullah, əgər ona ölüm mələyi gəlib qapıdadır, sənin canını almağa deyilsəymiş, heç halı dəyişməzmiş. Yəni, rəngi, ruhu dəyişməzmiş. Yəni, bizə olsa, dayan girim dəstəmaz alım, hazır, ətirlənim,
Namaza başlayayım, ondan sonra gəlib mənim canım alsın və Quran oxuya gedirlər. Niyə ey müəllifim dedilər, niyə halın dəyişmir? Çünki qardaşlarım, o ya qiraət, kitab oxuyurmuş, ya elm yazırmış, ya Quran oxuyub, ya namazlı, ya rüküdə səcdədəymiş. Halı heç dəyişməzmiş. Allah subhanahu ta'ala'ya onlar dua eləyəcəklər, ya Rabbi bizi qaytar etmədiyimiz salih əməlləri edək. Yəni, bizi qaytar dünyayı yaşamadığımız həyatı, geyinmədiyimiz geyimləri, yemədiyimiz, içmədiyimiz yeməkləri, içkiləri, yox, bir dənə şey istəyirlər. Ləalli ə'məlu salihan fīmə taraktu. Etmədiyimiz salih əməlləri eləyək. Namazları qılmamışdıq, qaydaq qılaq. Orucları tutmamışdıq, qaydaq tutaq. Sədəqa vermirdik, verək. Onlara deyiləcək, xeyr, sizə nəyin ki, 1-2 dəqiqə sizə uzun ömür, 80 il, 90 il verilmişdir. Bax, ömrün qədrini bilmək dəyərli qardaşlar. Alimlər danışırlar ki, 4 şeyin nə qədər qiymətli, dəyərli olduğunu bilmək istəyirsinizsə, onu 4 kişidən soruş. Sağlamlıq necə qiymətli, dəyərli bir şeydir bilmək istəyirsənsə, ged onu xəstələrdən soruş. O sənə deyəcək ki, sağlamlıq nədir? Əminamanlıq, sakitçilik, rahatlıq necə bir şeydir? Soruşmaq istəyirsənsə, bilmək istəyirsənsə, ged o vaxtı əminamanlığı pozulmuş cəmaatlardan soruş. O çörək növbəsində dayanar. Əzab əziyyətlə ailə, uşaq böyüdən atalarımızdan, babalarımızdan soruş, deyəcəklər ki, əminamanlıq, bolluq nə deməkdir? Zənginlik nə deməkdir? Ged onu kasıblardan soruş. O vaxt Allah subhanahu ta'ala onlara vermişdi. Necə oldu ki, kasıblaşdılar, hansı işləri görürlər, onlar danışacaqsa. Həyat nə deməkdir? Yaşamaq nə deməkdir? Ged onu ölənlərdən soruş. O ölənlər sənə deyəcək ki, həyat nə qədər qiymətləri, indi çox uzun yaşamaq istəyən biri maraqlıdır. Hamı bədbin, marağı yox, həvəsi yox, bir hədəfi yox. Heç nə də, heç nə. Bu adamın bir misyası yoxdur da, yəni. Bir hədəfi yoxdur. Niyə qardaş? Niyə arxayınsan? Ahirətin hazırdırmı yoxsa? Sənə orada doğrudan cənnət verilinmi? Artıq hazırsanmı? Niyə görə? Yoxsa inanmırsanmı ahirətə? Elə nə varsa bu dünyada da ölüb torpağa qarşı çıxıb, belə mi düşünürsən? Həyat qiymətli şeydir. Ona görə Peyğəmbər s.ə.v deyərmiş ki, Rabbənə ətinə fid-dünya həsənətən və fil-əxirəti həsənətən və qina əzəbənlər. Ey Rəbbimiz bizi həm bu dünyada yaxşılıq bəxş et, həm ahirətdə yaxşılıq bəxş et və bizi cəhənnəm əzabından qoru. Allah subhanahu və teala bizlərin hamımızı eşitib başa düşüb faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Allah Teala bizlərə xəstəlikdən gəlməmişdən qabaq sağlamlığımızın qədrini bilmək nəsib etsin. Kasıbçılıq gəlməmişdən qabaq imkanımızın var, dövlətimizin qədrini bilməyi nəsib etsin. Allah Teala bizə məşğul edici şeylər gəlməmişdən qabaq boş vaxtlarımızın qədrini bilməyi nəsib etsin. Allah Teala bizə qocalığımız gəlməmişdən qabaq cavanlığımızın qədrini bilməyi, ölüm gəlməmişdən qabaq həyatımızın qədrini bilməyi nəsib etsin. Gözəl məclisi hazırlayan, təşkil edən qardaşlardan Allah razı olsun. Allah subhanahu və teala'dan istəyirəm ki, necə ki siz burada bizi yedizdirdiniz, içizdirdiniz, Allah da sizi yedizdirib, Allah da sizi içizdirsin. Allahümme at'imna men at'amana və asqina men asqana. Allahım bizi yedirdənləri sən yedirt, bizi içizdirənləri sən içiz. Yeməyizi yaxşı adamlar yesin. Həmməşə sizin bu şəhərə, bu kəndə, bu qəsəbiyə xeyirxah insanlar gəlsin. Mələklər sizin üçün Allahdan bağışlanma istəsin. Ən doğrusun, ən gözəlin Allah bilir. Subhanəkə Allahümmə və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu iləyik.